İspaniyanın El Bierzo bölgəsində yerləşən San Facundo kəndi azsaylı əhalisinə baxmayaraq turizm sahəsində uğurlu model kimi ön plana çıxır. Qafqazinfo xəbər verir ki, cəmi 16 nəfərin yaşadığı kənd hər il təxminən 25 min turist qəbul edir. Dağlıq ərazidə yerləşən bu yaşayış məntəqəsi müasir infrastruktur və təbii mühitin qorunması ilə Avropada kənd turizmi istiqamətləri arasında özünə yer qazanıb. San Facundo ziyarətçilərə həm sakitlik, həm də müxtəlif imkanlar təqdim edir. Kənddə yerli idarəetmənin təşəbbüsü ilə pulsuz Wi-Fi, müasir işıqlandırma və səhiyyə məsləhəti kimi xidmətlər təmin olunur. Eyni zamanda 1980-ci illərdən fəaliyyət göstərən ənənəvi restoranlar, təbiətlə əhatə olunmuş çay çimərliyi və gəzinti marşrutları kəndin cazibəsini artırır. Son 30 ildə kəndin inkişafında keçmiş mədənçi və mer Ricardo Villa'nın idarəetmə yanaşması mühüm rol oynayıb. Onun strategiyası kəndi kütləvi turizm mərkəzinə çevirməkdən çox, sakinlərin həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlib. Bu yanaşma isə dolayısıyla bölgəni sakit və təbii istirahət axtaran turistlər üçün cəlb edici edib. Kənd həmçinin Las Medulas, Vilafranca del Bierzo və Ancares dağları kimi məşhur turizm məkanlarına yaxın yerləşməsi ilə diqqət çəkir. Təbii çayları və meşələri ilə San Facundo ilin bütün fəsillərində qonaqları cəlb edir və İspaniyanın az tanınan kənd irsinin nümunəsi hesab olunur.